Firzəxanlı. Aha, deməli başladıq müəllimə. Vüsalə müəllimə sizdən. Koqnitiv konstruktiv öyrənmə hansı yanaşmadaydı müəllimə? Hansı nəzəriyyədə? Piaget'dir mən sevdimsə. Xeyr müəllimə. Montessori. Aha, bəli müəllimə, Montessori'də idi. Yaxşı, hansı nəzəriyyədə uşaq mərhələlərlə öyrənirdi? Montessori'də səhv etmirəmsə. Piaget. Montessori'də müəllimə, nəzəriyyələri nəzərdə tuturuq. Hansı mərhələlərə bölünürdü müəllimə? Neçə yaş əhatə eləyirdi? Montessori'də şuursuz müəllim. Onu deyirsiniz? Aha, bəli müəllimə, şuurlu və şuursuz mənimsəmə var idi. Hansı yaş əhatə eləyirdi? 3-6 yaş, səhv etmirəmsə müəllimə. Aha, kim deyə bilər? 0-3-6 yaş. Aha, bəli. Hansı şuurlu dövr idi? Hansı şuursuz mənimsəmə dövrü? Şuurlu səhv etmirəmsə 3-6-dır. Şuursuz da 0-3 yaş müəllimə. Evet, görüşdü müəllimə. Bir səvət qoşulları biri. Aha, zəhmət olmasa hər kəs öz yerinə cavab yazar da, altda yazmayın yorumlarda. Yaxşı müəllimə. Yorumu görmürəm. Görmürəm çünki açığım yox. Bəli müəllimə. Yaxşı müəllimə, sensor üzvlərinin inkişafı hansı nəzəriyyədə idi? Sensor Vitovski'də. Xeyr müəllimə, uşaqlar sensor Montessori'də. Aha, Montessori'də. Hər kəs öz yerinə cavab versin, zəhmət olmasın. Yaxşı müəllimə, 1919-cu ildə yaradılan nəzəriyyəmiz hansı idi? Bilmirəm, Emilia'dır. Yadımdan sən desən Emilia, ya da Montessori'dir. Buradaydı. Yox, Waldorf. Waldorf müəllimə. Waldorf nəzəriyyəsi kim tərəfindən yaradılmışdı müəllimə? Yadıma sala bilmirəm. O testləri tapıram, belə yadıma sala bilmirəm. Yaxşı müəllimə, siz mənə deyin. Daim inkişaf edən insan hansı nəzəriyyədə idi? Daim inkişaf edən... Aha. Bir. Xeyr müəllimə. Montessori'də olsun ki. Yaxşı müəllimə, müdaxilə edən mənəvi bələdçi rolunda olan hansı idi? Müdaxilə edən bələdçi Emilia da var, Waldorf da var, amma gözə görünməz də Montessori'dir. Bəs müdaxilə edən mənəvi bələdçi hansı idi? Müdaxilə edən bələdçi Emilia. Xeyr müəllimə. Vitovski'də. Vygotsky yox müəllimə. Onda Waldorf'dur müəllimə. Waldorf müəllimə, bəli. Mən bunları qaçqaçdırdım. Aha, bəli müəllimə. Ətraf mühit 3-cü müəllim hesab olunurdu. Hansı nəzəriyyədə? Emilia'da. Bəli müəllimə. Aha. Yaxşı müəllimə, Montessori nəzəriyyəsi daha çox hansına idi? Hansı nəzəriyyəyə uyğun gəlirdi? Hansı yanaşmaya? Hansı ilə eynilik təşkil edirdi? Kimin fikirləri ilə? Emilia'nı səhv etmirəmsə müəllimə. Yox müəllimə. Piaget ilə, bəli müəllimə, Piaget ilə. Piaget. Aha. Yaxşı müəllimə. Mən tapa bilmirəm də, biraz çətin çəkirəm çünki bir tərəf qoşulacaq. Səsi bağlayın, zəhmət olmasın. Aha, bəli müəllimə. Ətraf mühit, daha sonra rəqs etmə, Ülviyə müəllimə səsi bağlayın. Ətraf mühit, rəqs etmə Emilia aiddir müəllimə. Aha, Emilia'ya. Bəs didaktik materiallar hansı nəzəriyyədə idi müəllimə? Didaktik materiallar Montessori'dir. Bəli müəllimə, çox sağ olun müəllimə. Siz sağ olun müəllimə, çox daha sonra Nərmin müəllimə. Bəli müəllimə, axşamınız xeyir. Axşamınız xeyir müəllimə. Hansı nəzəriyyədə idi ki, Piaget'in fikirlərindən təsirlənərək müxtəlif yaşlı uşaqları eyni qrupda birləşdirirdi? Montessori. Aha, bəli müəllimə. Gözə görünməz icra edici rolunda olan hansı idi müəllimə? Montessori. Aha, bəli müəllimə. Yaxşı müəllimə, Montessori yanaşması neçənci ildə və kim tərəfindən yaradılmışdı?
il 1900-lər olmalıdır. Aha. E, 1900-cü ildə, bəli. Bəli, Montessori tərəfindən yaranmışdı. Aha, Maria Maria Montessori Montessori. tərəfindən. Bəli, müəllimə. Yaxşı müəllimə. İnsanın ruhuna azadlıq vermək hansı nəzəriyyədə əks olunmuşdu? Valdorfda. Bəli, müəllimə. Bəs daim inkişaf edən insan hansındaydı? Valdorfda. Aha, bəli, müəllimə, Waldorfdaydı. Daha sonra siz mənə qeyd eləyin. Uşaq mərhələlərlə inkişaf eləyirdi hansı nəzəriyyədə? Montessori'də. Aha, bəli, müəllimə. Sosial konstruktivizm hansındaydı? Vygotsky'də. Bəli, müəllimə. Xeyr, müəllimə. Sosial Piaget'də. konstruktivizm. Piaget'də. Emiliya müəllimə. Emiliya. Aha. Yaxşı müəllimə. Waldorf daha çox hansı nəzəriyyəyə uyğun gəlirdi? Hansı ilə daha çox eynilik təşkil eləyirdi? Waldorf daha çox Emiliya ilə. Aha, bəli müəllimə, Emiliya ilə. Yaxşı müəllimə, portfolio nə idi və hansı nəzəriyyədə öz əksini tapmışdı? Portfolio Emiliya nəzəriyyəsində öz əksini tapmışdı. Aha, nə deməkdir portfolio müəllimə? Uşağın ailə məlumatları, əl işləri, iş nümunələri, bunlar hamısı onun içində yığılır. Bir növ müəllimə uşağın bir növ əldə etdiyi məlumatlar, uşaq haqqında, bəli, toplanmış nailiyyətlərin toplandığı bir qovluqdur. Bəli. Yaxşı müəllimə, siz mənə deyin, müxtəlif yaşlı uşaqları eyni qrupda birləşdirirdi hansı nəzəriyyədə? Montessori. Xeyr müəllimə. Müxtəlif yaşlı uşaqlar Montessori'də idi. Eyni qrupda birləşdirirdi müəllimə, yox. Hə, bağışlayın, eyni qrupda Emiliya. Aha, başqa hansı müəllimə? Mən Emiliya bilirəm. Bir də Waldorf müəllimə. Aha. Yaxşı müəllimə, siz mənə deyin, müdaxilə edən mənəvi bələdçi rolundaydı hansı nəzəriyyə? Waldorf. Aha, bəli müəllimə. Yaxşı müəllimə, 7 yaşa qədər uşaqlara oxu yazı öyrədilmirdi hansı nəzəriyyədə? 7 yaşa qədər Waldorf. Aha, bəli müəllimə, Waldorfda. Sonra siz mənə deyin, riyaziyyat, rəng, ölçü, oxu yazı qabiliyyətləri. Bəli müəllimə, Montessori'də. Aha. O deyirdi ki, uşaqlar uzunmüddətli iş prosesindən zövq alırlar. Uzunmüddətli iş prosesindən zövq alırlar. Aha, bəli. Waldorf. Xeyr müəllimə. Montessori. Montessori müəllimə. Montessori, hə. Aha, yaxşı müəllimə, çox sağ olun. Digər müəllimələrə keçək. Sonradan dilasını. Bir də mövqeyadıma düşür. Daha sonra kim əlini qaldırır? Kimin sual cavab eləyək müəllimələr? Ülviyə müəllimə. Asan suallar. Gözləyirəm yadımdan çıxır. Kim sual cavab olmaq istəyirsə bildirsin müəllimələr. Siz elə yəni olunmurlarsa məndən davam edə bilərik. Olar müəllimə. Buyurun müəllimə. Aha, adınız necə oldu müəllimə? Salam. Salam. Aysel. Aysel müəllimə. Aha. Yaxşı Aysel müəllimə, siz mənə qeyd eləyin. Uşaqlar təbii aləmi kəşf edərək öyrənirdilər. Hansı nəzəriyyədə? Waldorf. Aha, bəli müəllimə, Waldorfdaydı. Daha sonra siz mənə qeyd eləyin. Fərdi və qrup uşaqları birləşdirirdi. Hansı nəzəriyyə? Montessori. Aha, bəli. Bəs söz azadlığı hansındaydı müəllimə? Söz azadlığı. Montessori. Xeyr müəllimə. Emiliya. Xeyr. Söz azadlığı hansı nəzəriyyədə öz əksini tapmışdı? Waldorfda. Waldorfda, bəli. Yaxşı, siz mənə qeyd eləyin. Hansı nəzəriyyədə idi ki, uşaqlar daha çox yaxşılıq, həqiqət, gözəllik kimi hisslər aşılanırdı? O da Waldorfda olmalıdır. Aha, bəli müəllimə. Yaxşı müəllimə, siz mənə qeyd eləyin. Ətraf mühit 3-cü müəllim idi. Hansı nəzəriyyədə?
Emiliya. Aha, bəli müəllimə. Layihə əsaslı təlim metodu hansındaydı? O da Emiliyadaydı. Aha, bəli müəllimə. O Piagetin fikirlərindən təsirlənərək müxtəlif yaşlı uşaqları eyni qrupda birləşdirirdi. Montessori. Montessori. Aha, Yox, bəli müəllimə. deyil. Montessori müəllimə. Zəhmət olmasa hələ öz yerinə Aşağıda cavab bir dənə versin. müəllimə var, səsin bağlasını çaşdırır axı. Aha, zəhmət olmasa səsləri bağlayın. Yaxşı müəllimə, sensor üzvlərin inkişafı hansı nəzəriyyədə öz əksini tapmışdı? Montessori. Aha, bəli müəllimə. Uşaq öz səhvini özü düzəldirsə bəs? Montessori'dir. Aha. Uşağın inkişafı 7 yaşa qədər xüsusi dövr hesab olunurdu. Hansı nəzəriyyədə? Bu Waldorf olmalıdır. Bəli müəllimə. Daha sonra siz mənə nəyi qeyd eləyin? Bir dəqiqə müəllimə. Aha. Siz mənə qeyd eləyin. Öyrənmə prosesi ardıcıl şəkildə aparılırdı. Hansı nəzəriyyədə? Piaget olmalıdır. Yox müəllimə. Yox, ardıcılıq aparılırsa, Waldorfdaydı müəllimə. Waldorf daha. Aha, necə idi müəllimə o? Necə aparılırdı? Əvvəlcə tanışlıq. Kim deyə bilər? Tanışlıq. Nərmin müəllimə deyə bilərsiniz? Yox, müəllimə yadımdan çıxıb. Mən deyim, əvvəlcə tanışlıq, sonra təcrübə, sonra isə anlayış çıxartmaq. Aha, bəli müəllimə, düz deyirsiniz. Yaxşı, Aysel müəllimə, sağ olun. Digər müəlliməyə Çox keçək. sağ olun müəllimə. Sağ olun. Siz də sağ olun. Ülviyə müəllimə. Axşamınız xeyir. Axşamınız xeyir müəllimə. Siz mənə qeyd eləyin. Müxtəlif yaşlı uşaqları eyni qrupda birləşdirmək hansı nəzəriyyədə öz əksini tapmışdı? O Montessori'də də olur, Emiliyada da. Xeyr Amma müəllimə, bilmirəm onun Montessori fərqi də olur müəllimə. Montessori'də bəli. Bəli. Yaxşı müəllimə, gözə görünməz icra edici rolunda olan şəxs hansındaydı? Montessori Bəli müəllimə. Mühit təbii komponentlərlə əhatə olunmalı idi. Montessori. Xeyr müəllimə. Emiliya. Waldorf müəllimə. Waldorf, üzr istəyirəm. Aha. Yaxşı müəllimə. Uşaqdır bir-birinə. Aha, siz mənə qeyd eləyin. Hansı nəzəriyyədə idi ki, 3 yaşdan 18 yaşına qədər uşaqlar qəbul olunurdu təlimə? Waldorf. Aha, bəli müəllimə. Yaxşı müəllimə, 1994-cü ildə yaradılan nəzəriyyə hansı idi? Kim tərəfindən yaradılmışdı? 94. Gardner olar mı? Xeyr müəllimə. Gardner. Emiliya müəllimə. 1994. Aha. 1945-44. Yəqin mən səhv deyirəm. İkinci Dünya Müharibəsindən sonra. Üzr istəyirəm. İkinci Dünya Müharibəsindən sonra Malagozzi tərəfindən. Aha, bəli müəllimə. Yaxşı müəllimə, siz mənə qeyd eləyin. Əməkdaşlıq hansında əsas idi? Əməkdaşlıq Emiliyada. Əməkdaşlıq, bəli müəllimə, Emiliyadaydı. Daha sonra siz mənə qeyd eləyin. Sensorlu masa üzərində qumla oyun təşkil olunurdu. Hansı nəzəriyyədə? Masa iki cür olur. Montessori, sensor adətən Montessori'də olur. Xeyr müəllimə, deyirəm ki, sensorlu masa üzərində uşaqlar qumla oyun oynayırdılar. Emiliya. Bəli, Emiliya. Yaxşı müəllimə, çox sağ olun. Digər müəllimələrə keçək. Çox sağ olun. Kim sual cavab olmaq istəyir? Sevda Mən müəllimə. biraz da olmaq istəyərdim. Yaxşı oldu. Keçirim onda səs bax. Aha, Sevda müəllimə. Ruhangiz yazılan. Mən əl qaldırım. Aha, yaxşı, Ruhangiz yazılan müəllimə. Salam, axşamınız xeyir. Axşamınız xeyir müəllimə. Siz mənə qeyd eləyin. Sensor üzvlərinin inkişafı hansı nəzəriyyədə öz əksini tapmışdı? Montessori.
Aha, bəli müəllimə. Yaxşı müəllimə, Waldorf nəzəriyyəsi neçənci ildə kim tərəfindən yaradılmışdı? Waldorf nəzəriyyəsi. İli deyə bilmərəm. Aha. İli deyə bilmərəm, yox. 1919-da müəllimə. Çox sağ olun. Aha, kim tərəfindən yaradılmışdı müəllimə? Waldorf tərəfindən də. Yox müəllimə. Onlar mənim. Rudolf Steiner. Aha, deyin müəllimə. Rudolf Steiner. Rudolf Steiner. Rudolf Steiner tərəfindən. Steiner, bəli. Aha, yaxşı müəllimə. Didaktik materiallardan hansı nəzəriyyədə istifadə olunurdu? Didaktik materiallar Montessori olmalıdır. Aha, bəli müəllimə. Yaxşı müəllimə, uşaq təbii və qayğıkeş mühitdə böyüklərin müdaxiləsi olmadan bir növ belə deyək də fəaliyyət göstərirsə, hansı yanaşmadaydı? Montessori yanaşmasında. Xeyr. Montessori böyüklərin müdaxiləsi olmadan. Waldorf müəllimə. Waldorfda da var. Bəli, Waldorfda da var. Aha. Yaxşı müəllimə, siz mənə qeyd eləyin. Öyrətmə və öyrənmənin humanist ideyaları hansı nəzəriyyədə idi? Humanistik Waldorfda. Aha, bəli. Bəs müəllimə, siz mənə qeyd eləyin nəyi? O hansı nəzəriyyədə idi ki, uşaq daha çox daha bilikli yoldaşlarından öyrənirdi? Vygotsky'da. Xeyr. Daha bilikli. Bəli. Deyim müəllimə. Daha bilikli. Aha, deyin müəllimə. Emiliyada. Bəli müəllimə, Emiliyadaydı müəllimə. Çox sağ olsunlar. Aha. Sensor üzvlərinin inkişafı hansındaydı müəllimə? Montessori'da. Aha, nə deməkdir sensor üzvlər? Hiss üzvləri, lamisə, duyğu, bəli. bilmək, bütün bunlar sensor üzvlərdir. Bəli müəllimə, düz qeyd elədiniz. Bəs gözə görünməz icra edici rolunda olan şəxs kim idi? Hansı nəzəriyyədə? Montessori'dədir, tərbiyəçi müəllim nəzərdə tutur. Aha, bəli müəllimə, çox sağ olun. Başqa hansı müəllim sual cavab olmaq istəyir? Xoşdur müəllimə. Başqa kim sual cavab olmaq istəyir? Əlini qaldırsın, zəhmət olmasa. Müəllimələr. Gəlmir, axşamınız xeyir olsun. Axşamınız xeyir müəllimə. Yaxşı. Necə müəllimə? Lap yaxşıları öyrənərik. Necə müəllimə? Bilərik, lap yaxşı bilmərik, öyrənərik müəllimə. Sual verə bilərsiniz. Yaxşı müəllimə. Siz mənə qeyd edin, hansı nəzəriyyədə idi ki, uşaq mərhələlərlə öyrənirdi, mərhələlərlə inkişaf eləyirdi? Mərhələlərlə Piagetdir müəllimə. Xeyr müəllimə, Piagetdə də var idi, bəli. Montessori'dir. Bəli, Montessori'də. Mən sırf nəzəriyyələri soruşuram müəllimələr, digərlərini yox. Yaxşı müəllimə, Loris Malaguzzi tərəfindən yaradılan nəzəriyyə hansı idi? Emiliya nəzəriyyəsi. Aha, bəli müəllimə, Emiliya. Yaxşı müəllimə, siz mənə qeyd edin. Emiliya daha çox hansı nəzəriyyəyə uyğun gəlirdi? Eynilik təşkil eləyirdi bir növ. Waldorf nəzəriyyəsinin müəllimi. Aha, bəli. Bəs Montessori hansına daha çox uyğun gəlirdi? Montessori Piaget'yə. Aha, bəli. Piaget'yə. Yaxşı müəllimə, uşaq özü qərar verir, yəni yekun nəticəyə özü çatır bir növ. Hansındaydı? Montessori'də. Xeyr müəllimə. Emiliya müəllimə. Emiliyada. Yaxşı müəllimə, əməkdaşlıq hansında öz əksini tapmışdı? Emiliyada. Aha, həmçinin Waldorfda da var idi. Amma əsasən Emiliyanı götürürdük. Aha, yaxşı müəllimə, siz mənə qeyd edin. Hansı yanaşmadaydı ki, uşaq daha bilikli yoldaşından öyrənirdi? Emiliyada. Aha, bəli müəllimə. Uşaq öz səhvini özü düzəldirsə bəs? Montessori'dədir müəllimə. Bəli müəllimə. Yaxşı müəllimə, siz mənə qeyd edin. Hansındaydı ki, konflikt yaranan zaman
müdaxilə etmirdi. Montessori-də müəllimə. Aha, bəli müəllimə, düz deyirsiniz. Yaxşı müəllimə, siz mənə qeyd eləyin. Uşaq daha çox təbii aləmi kəşf edərək öyrənirdi. Hansı nəzəriyyədə? Müəllimə, Emiliya ilə Waldorfu götürürəm, amma tam dəqiq bilmirəm. Bəli müəllimə, hər ikisini götürə bilərik. Hər ikisində belə, deyirəm də, elə yadımda qalır. Yaxşı müəllimə, uşaqların mənəviyyatını inkişaf etdirmək hansında əks olunmuşdu? Mənəviyyat, mən bilən Waldorfdadır, səhv eləmirəmsə. Aha, bəli müəllimə. Yaxşı müəllimə, daim inkişaf eləyən insan hansındaydı? Daim inkişaf eləyən insan. Waldorf deyil müəllimə. Bəli müəllimə. Yaxşı müəllimə, çox sağ olun. Sağ olun müəllimə. Müəllimə, bir dənə sualım var. Waldorfda dediniz təcrübə, sonra onları ardıcıllıqla deyə bilərsiniz, qeyd eləmək istəyirəm. Təcrübə, sonra nə gəlir, anlayış, sonra dediniz. Aha, kim qeyd eləyə bilər? Kim bilirsə qeyd eləsin. Onlar müəllimimdən deyir. Aha, buyurun müəllimə. Deməli, birinci tanışlıq, sonra təcrübə, sonra anlayış. Elə yadımda qalır. Bəli müəllimə. Yaxşı müəllimə, daha sonra Turan yazılan müəllimə. Adınız necə oldu? Müəllimə, axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Necə müəllimə? Əsmət müəllimə. Anlamadım müəllimə. Əsmər müəllimə. Aha, Əsmər müəllimə. Yaxşı müəllimə, siz mənə nəyi qeyd eləyin? Didaktik materiallar hansı nəzəriyyədə idi? Montessori. Aha, bəli müəllimə. Yaxşı müəllimə, hiss üzvləri vasitəsilə inkişaf hansında əksini tapmışdı? O da Maria Montessori. Aha, yaxşı müəllimə. Bəs hansında idi ki, öyrətmə və öyrənmənin humanist ideyalar əsasında təşkili? Waldorfda humanist. Aha, bəli müəllimə. Daha sonra bəs hansında idi ki, müxtəlif yaşlı uşaqlar eyni qrupda birləşdirilirdi? Müxtəlif yaş Emiliyadadır müəllimə. Aha, başqa hansındaydı? Bir də müxtəlif yaş Waldorfda olmalı. Bəli müəllimə. Ətraf mühit hansında üçüncü müəllim hesab olunurdu? Emiliyada. Aha. Yaxşı müəllimə. Uşaqların emosiya və hisslərinin inkişafı hansı nəzəriyyədə əks olunmuşdu? Emosiya hiss Waldorfdaydı. Bəli müəllimə. Yaxşı müəllimə. Bəs birgəlik və bərabərlik hissləri? Birgəlik, bərabərlik, o da elə bilməm Waldorfda olmalıdır, yoxsa Emiliyada. Aha, bəli müəllimə. Waldorfdaydı. Bəs hansı nəzəriyyədə idi ki, otaqlar müxtəlif vəsaitlərlə zəngin idi? Aha. Montessori-dədir müəllimə. Bəli müəllimə. Bəs hansı nəzəriyyədə idi ki, orada daha çox riyaziyyat, rəng, ölçü, oxu yazı bacarıqları formalaşdırılırdı uşaqlarda? Montessori-də. Aha, bəli müəllimə. Yaxşı müəllimə, siz mənə qeyd eləyin nəyi? Sosial konstruktivizm hansı nəzəriyyədə əks olunmuşdu? Emiliyada. Bəli müəllimə. Bəs Rudolf Steiner tərəfindən yaradılan nəzəriyyə hansı idi? Waldorf 1919-cu il. Aha, bəli müəllimə. Yaxşı müəllimə, siz mənə nəyi qeyd edin? Bəs fərdi və qrupda uşaqlar birləşdirilirdi hansı nəzəriyyədə? Montessori-də. Aha, bəli müəllimə. Sonra siz mənə qeyd edin. O deyirdi ki, uşaqlar uzunmüddətli iş prosesindən zövq alırlar. Montessori-də müəllimə. Aha, bəli müəllimə. Çox sağ olun müəllimə. Sağ olun. Çox sağ olun. Aha, daha sonra kim qaldırıb əlini? Başqa kimsə sual-cavab olmaq istəyir, müəllimələr? Kim sual-cavab olmaq istəyir? Mən verin də sual. Dediyimiz deyək, cavab verək. Aha. Yaxşı müəllimə, sual verərəm. Digər müəllimələr sual-cavab olmaq istəyir. Səbinə müəllimə, Rüyalə müəllimə.
sual verin, biz də cavab verək tək. Yaxşı Kim müəllimə. bilirsə cavab verin. Aha. Siz mənə nəyi qeyd eləyin? Gözə görünməz icra edici rolunda olan şəxs hansındaydı? Montasordur. Aha. Bəs hansındaydı ki, uşaqlara mane olmurdu? Yəni uşaqların sərbəst seçim etməsinə üstünlük verirdi. O da Montasordur, səhv etmirəmsə. Aha, bəli. Daha sonra aha, bəli müəllimə. Uşaqlarda mənəviyyat hisslərinin inkişafı hansındaydı? Valdorfdur. Aha. Daha sonra siz mənə qeyd eləyin nəyi? Söz azadlığı hansında əks olunmuşdu? O da Montesor deyil müəllimə. Aha, yox müəllimə, Waldorf müəllimə. Aha, ola bilər müəllim qatışdırırım. Aha. Bəs müdaxilə edən mənəvi bələdçi rolunda olan şəxs hansındaydı? Waldorfdur. Waldorf adını deyirəm. Aha. Bəs hansı nəzəriyyədə idi ki, uşaq 7 yaşa qədər heç bir oxu yazı öyrədilmir ona? O da Waldorfdur. Bəli, müəllimə, Waldorf idi. Hansında öyrənmə ardıcıl şəkildə aparılırdı? Waldorfda, səhv etmirəmsə. Aha, bəli, müəllimə. Daha sonra siz mənə qeyd eləyin. Loris Malaguzzi tərəfindən yaradılan nəzəriyyəmiz hansı idi? Emiliyadır müəllimə. Aha, bəli, müəllimə. Bəs Rudolf Steiner tərəfindən? O da Waldorfdur 1919-da. Aha, bəli, müəllimə. Daha sonra əməkdaşlıq, müstəqil öyrənmə hansı nəzəriyyədə əksini tapmışdı? Emiliya, bəli. Emiliyadır, nəzər belə. Aha. Sosial konstruktivizm hansındaydı? O Montessori, səhv etmirəmsə. Xeyr, müəllimə. Sosial konstruktivizm. Piaget. Emiliya müəllimə. Daha çox sosial mühitə üstünlük verirdi. Bəs kognitiv konstruktivizm hansındaydı? O Piaget deyil müəllimə. Montessori müəllimə. Montessori. Sosial dedikdə Emiliyadır. Amma kognitiv konstruktivizm bu Montessori olacaq müəllimələr. Piaget də var axı elə bir şey. Müəllimə, bizim nəzəriyyələrdən danışırıq da, onlar yanaşmalardır. Aha. Yaxşı, uşaq özü müstəqil şəkildə qərar verirsə və ilkin nəticəyə gəlirsə, hansı nəzəriyyə olacaq? Montessori də müəllim. Xeyr. Yox. Emiliya. Emiliya müəllimə, Emiliya. Emiliya. Aha. Bəs müəllimə, flotçat hansındaydı? Emiliyadır müəllimə. Nə deməkdir müəllimə? Blok sxem deyil müəllim. Bəli müəllimə, blok sxem olur. Bəli. Aha, hansı nəzəriyyədə idi ki, uşaq daha çox bilikli yoldaşından öyrənirdi? Emiliyadır. Necə müəllimə? Emiliyadır. Aha, bəli müəllimə. Daha sonra siz mənə nəyi qeyd eləyin? Bəs birgəlik bərabərlik hissləri hansındaydı? Waldorfda səhv. Aha, O da Emiliyadır. Waldorf, bəli. Aha. Bəs bunlardan oxuşları adam qatışdırır. Bəli müəllimə. Bəs hansında uşaqlar fərdi və qrup şəklində birləşdirilirdi? Montessori'dir. Aha, bəli müəllimə. Hansında uşaq mərhələlərlə inkişaf edirdi? Mərhələlərlə bilmirəm, Emiliyadır yoxsa Montessori müəllimə. Montessori'dir. Piaget'də də var idi, bəli müəllimə. Hətta qatışdırırım. Aha, bəli müəllimə. Bəs hansında Bəs hansı nəzəriyyədə idi ki, konflikt yaranan zamanı, yəni yalnız belə deyək də, konflikt yaranan zamanı tərbiyəçi müdaxilə edirdi. Digər hallarda müdaxilə etmirdi. Montessori orada qalma. Aha, bəli müəllimə. Bəs hansı nəzəriyyədə idi ki, uşaqlar uzun müddətli iş prosesindən zövq alırdılar? O da Montessori deməli. Aha, bəs Montessori hansı yanaşmaya uyğun gəlirdi daha çox? Montessori, Emiliya. Xeyr. Yox. Olar mənim.
Aha, Waldorf, buyurun ha. müəllimə. Piaget, bəli. Bəs Piaget. Emiliya daha çox kimin fikirlərinə əsaslanırdı? Bu da Waldorf. Bəli, müəllimə. Bəs hansı iki nəzəriyyədə qeyd olunmuşdu ki, müxtəlif yaşlı uşaqlar eyni qrupda birləşdirilirdi? Montessori'nin Emilia'da. Xeyr, müəllimə. Montessori'nin Waldorf. Waldorf və Emiliya, müəllimə. Müxtəlif yaş. Müxtəlif Yəni, yaşlı müxtəlif uşaqlar yaşlı eyni uşaqlar qrupda yoxdur. birləşdirilirdi. Yəni, Montessori'də yoxdur müxtəlif yaş. Var müəllimə, Yox, amma yox, burada fərqli eyni qrupda birləşdirirdi də. Başa düşdüm. Bəs hansında idi ki, otaqlar müxtəlif vasitələrlə zəngin idi? Montessori'də. Montessori Bəli, müəllimə. Uşağın öz səhvini özü düzəltməsi hansı nəzəriyyədə əks olunmuşdu? o da Montessori'də müəllimə. Bəs insanın ruhuna azadlıq fikirləri hansındaydı? Waldorf'a aiddir ruh. Yaxşı müəllimələr, bugünlük bu qədər. Gecəniz xeyrə qalsın. Müəllimə, onlar sizə bir dənə sual verim qadanızam. Aha,